Salam, hər vaxtınız xeyir olsun. Əziz səbəblər, mən Fərid Qafarov. Bu gün sizinlə belə bir maraqlı sualın izahına baxırıq. Bu tip sualları necə işləyirik? Gəlin ona diqqətlə baxaq. Baxın, bu tip sualları işləyərkən sizdən nəyə soruşur? Neçə düzbucaqlı var? Gözünüzdən gördüyünüz düzbucaqların hamısını nömrələyin. Baxın, 1, 2, 3, 4, 5 və 6. Bir düzbucaqlının, yəni bir dənə düzbucaqlıdan yaranan düzbucaqların sayı 6 dənədir. Yazıram 6. Daha sonra 2 düzbucaqlıdan yaranan düzbucaqlara baxın. Birinci sətr üzrə baxın, sonra sütun üzrə baxın. Misal üçün 4 ilə 5-dən yaranır. 4 ilə 5 birləşəndə bir düzbucaqlı yaradır. 3 ilə 6-dan yaranır. Daha sonra 1 ilə 3-dən yaranır. Sonra isə biz buradan indi sütun üzrə baxırıq. Baxın, 5 ilə 6-dan yaranır. Daha sonra 4 ilə 3-dən yaranır və 3 ilə 2-dən yaranır. 2 düzbucaqlının yaratdığı düzbucaqların sayı oldu 1, 2, 3, 4, 5, 6. Üzərinə gəlirik 6. İndi buradan 3 dənə düzbucaqlıdan yaranan düzbucaqlı varmı ona baxaq. Bəli, var. Bax, bunlardan birincisi 1, 3, 6'dır. Baxın, diqqətlə. 1, 3, 6. Buradan yazıram. İkincisi isə 4, 3, 2-dən yaranıb. Bunları da tapdıq. O zaman bunların da sayı oldu 2. Daha sonra bir də 4 dənə düzbucaqlının yaratdığı düzbucaq var. Bu hansıdır? Baxın, rəngi dəyişirəm buradan. 5, 4 və 3, 6'nın əhatə etdiyi bir düzbucaqlı. 5, 4, 3, 6. Bir dənə düzbucaqlı burada yaranır. Ümumi düzbucaqlarımızın sayı olur 15 dənə, yəni Y variantı.